Bakıda və Abşeron yarımadasında fevralın 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Qlobalaza verilən məlumata görə gecə və səhər bəzi yerlərdə havanın çiskilli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-dən 5 dərəcəyə qədər isti, gündüz 7-dən 9-a qədər dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70%-dən 80%-ə qədər olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4 dərəcədən 7 dərəcəyə qədər isti, gündüz 8 dərəcədən 13 dərəcəyə qədər isti. Dağlarda gecə 0 dərəcədən 5 dərəcəyə qədər şaxta, gündüz 3 dərəcədən 8 dərəcəyə qədər isti olacaq.